bəzi kəlmələri, cümlələri dəyişməklə həyatınızın necə dəyişəcəyini sizə deyəcəm. Bəli, ilk gündən bu fərqi görməyəcəksiniz. Amma bu cümlələri istifadə etməməklə həyatınız dəyişəcək. Məsələn, sənə qurban olum yerinə, sənə heyran olum deyin. Məsələn, biri bir şey alanda, nə bilim, qəzasız, bəlasız istifadə et yerinə, sağlıqlı, şad günlərdə istifadə etdi. Məsələn, niyə bu mənim başıma gəldi demək yerinə, bu hadisə mənə nə öyrətdi? Və ya Allah sənə övlad acısı göstərməsin yerinə, Allah övladlarımızın yaxşı günlərini bizə nəsib etsin cümləsini işlədin. Və ya Allah bizi heç kimə möhtac eləməsin yerinə, Allah bolluk, bərəkət, sağlıq nəsib eləsindir. Və ya edə bilmirəm, bacarmıram yerinə, görəsən bacarmaq üçün nə edə bilərəm? Bir sual işarəli bir cümlə deyim. Demək ki, qədərim beləymiş yerinə, bu hadisədən necə qurtula bilərəm? Və yaxud mən tam bir dəliyəm sözü yerinə, sonuçda mən də bir insanım, səhv edə bilərəm sözünü deyin. Və ya uşaqlara deyirik, ilk göz ağrım, türklərdə bu daha çox var. Onun yerinə ilk göz nurum deyin. Sağ olun.